Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə Vətəndaş Cəmiyyəti İnstitutları nümayəndələrinin infoturu təşkil olunub. Tədbir müəssisənin fəaliyyəti və sakinlərin cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat vermək, həmçinin qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb. İnfotur iştirakçıları müəssisədə yaradılan şəraitlə, burada əlilliyi olan uşaqlara göstərilən xidmətlərlə, müəssisənin nəzdində fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Qeyd olunub ki, müəssisədə əlilliyi olan uşaqlara sosial psixoloji, sosial pedaqoji, sosial tibbi və sosial məişət xidmətləri göstərilir. Həmçinin uşaqların fərdi bacarıqlarının inkişafı, müstəqil həyata hazırlanması və cəmiyyətə inteqrasiyası istiqamətində işlər aparılır. Müəssisədə hazırda əlilliyi olan 164 uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. İnfotur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Onların rəy və təklifləri dinlənilib.